Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Əgər elmə və təqvaya, hətta böyük şücaətə sahib olsaq belə, vəzifəmizin nə olduğunu bilməsək, anlamasaq, bugün Allahın və dinin ictimai sahədə bizdən nə istədiyini, nə tələb etdiyini anlamasaq, o zaman həmin elm və təqva və o böyük şücaət və digər müsbət xüsusiyyətlərin heç bir nəticəsi olmayacaq və heç bir təsiri olmayacaq və təsir göstərməyəcək. Və yenə də məzlumların qanı axacaq. Necə ki, bu günləri görürük, müşahidə edirik. Siyonist İsrail rejimi və digər bu qəsibkar ölkənin yanında dayananlar necə məzlumların qanını axıdır. Və o zaman da İmam Hüseyn əleyhissalamın dövründə müsəlmanların çoxusu öz vəzifəsini bilmirdilər və nə olduğunu başa düşmürdülər, anlamaq istəmirdilər və vəzifə dalınca deyildilər ki, bugün Allah bizdən nə istəyir? Ona görə İmam Hüseyn əleyhissalam Kərbəlada 72 nəfərlə qaldı məlun Yezidin ordusunun qarşısında. Öz vəzifələrinin nə olduğunu bilmirdilər. Amma bəziləri də var idi ki, öz vəzifələrinin nə olduğunu bilirdilər və başa düşürdülər ki, vəzifələri İmam Hüseyn əleyhissalamı qorumaq və o həzrətə tabi olmaq idi. Amma bəzi məsələlərdə tərəddüd edirdilər və düzgün baxmırdılar və İslami təlimləri başa düşmürdülər. Ona görə də bu mövzumuzda istərdim ki, belə bir sual səsləndirim. Təhlükə yarandıqda vəzifə insanın üzərindən götürülürmü? Yəni, bir insanın vəzifəsi bir işi icra etməkdir və o işi icra edərsə təhlükəni üzləşəcək. Əgər bu vəzifəni icra etmək, təhlükəni üzləşmək nəticəsi olsa, onda bir müsəlman, bir insan bu vəzifəni tərk edə bilərmi? Bu vəzifəyə Kərbəla hadisəsi kimi baxaq və bütün insanların, müsəlmanların vəzifəsi İmam Hüseyn əleyhissalamı qorumaqdır və bu qorumaqda bir təhlükə var, can təhlükəsi, mal təhlükəsi var. Əgər biz vəzifəmizi icra edərəksə bu təhlükəni üzləşəcək, bilirik, onda bu vəzifə boynumuzdan düşürmü? Bəziləri elə fikirləşirdilər. Bəziləri İmam Hüseyn əleyhissalamın dövründə bilirdilər Yezid ədalətsiz, zalım, zülmkar, şərabxor və İslami qayda qanunlara əməl etməyən və bu Bən-Üməyyə hakimiyyəti ədalətsiz, zalım və birbaşa olaraq Həzrəti Peyğəmbərin sünnəsini dəyişən və Qurana xilaf gedən bir hakimiyyətdir. Bunu bilirdilər. Amma onlar elə başa düşürdülər ki, vəzifə insanın boynunda o vaxtdakı kimidir ki, təhlükənə üzləşənə qədər. Əgər təhlükənə üzləşdi, onda vəzifə boynundan düşür. Onlar elə fikirləşirdilər. Bəziləri belə fikirləşirdilər. Bəziləri ki, əvvəldən heç vəzifəsini bilmirdilər. Yəni, çox bir hissə vəzifəsini bilmirdi ki, vəzifəsi nədir onların. Belə bir sualla başladıq ki, təhlükə yarandıqda vəzifə insanın üzərindən götürülürmü? Əlbəttə ki, götürülmür. Əgər elə olsaydı, İmam Hüseyn əleyhissalam bu işi icra etməzdi. İctimai siyasi hərəkatını başlatmazdı. Və bəziləri İmam Hüseyn əleyhissalamın o Kərbəlaya, daha dəqiq desək, Küfəyə tərəf üz tutduqda, məsələn, kimlər kimi? Abdullah ibn Cəfər, Məhəmməd ibn Hənəfiyyə, Abdullah ibn Abbas. Bunlar öz dövründə alim, ağıllı insanlar olublar. Yəni, kiçik insanlar, avam insanlar olmayıblar. Dinşünas insanlar olublar. Onlar İmam Hüseyn əleyhissalama nə deyirdilər? Deyirdilər ki, ağa, təhlükəlidir, getməyin. Yəni, məsləhət gördülər ki, təhlükəlidir, can təhlükəsi var, mal təhlükəsi var və digər məsələlər, təhlükəli məsələlər var. Bu təhlükələri görürdülər, deyirdilər ki, vəzifə artıq insanın üzərindən götürülüb. Ona görə də Kərbəlaya, daha dəqiq desə, Küfəyə getmək ehtiyac qalmır. Bunlar elə başa düşürdülər. Amma başa düşmürdülər ki, vəzifə yerinə yetirəndə təhlükə olsa belə, o iş icra olunmalıdır. Və vəzifə təhlükəyə görə boyundan düşmür, üzərindən götürülmür. Və xüsusən İmam Hüseyn əleyhissalamın vəzifəsi elə bir vəzifə deyil ki, təhlükə üzləşəndə o aradan geçsin və yaxud da insanın üzərindən götürülsün. Biz bundan qabaqki çıxışlarımızda bu haqqda danışdıq, müzakirə etdik, bəhs etdik ki, İmam Hüseyn əleyhissalam niyə görə bu ictimai siyasi hərəkatı başladıb? Niyə görə bu qiyamları
həyata keçirib, bu Kərbəla Aşura məktəbini həyata keçirib. Və onu bilmək lazımdır ki, İmam Hüseyn əleyhissalamın o vəzifəsi, Aşura məktəbi təhlükəli bir məsələ idi. Ona görə ki, o zaman Bəni Üməyyə hakimiyyəti idi, zalim bir hakimiyyət idi və müsəlmanların yaşadığı əraziləri öz nəzarətində saxlayırdı və özünün, belə deyək, hər yerdə adamı var idi və zülmlə idarə edirdi. Həqiqət belə idi ki, zülmlə idarə edirdi. Yezidin İmam Hüseyn əleyhissalamın Aşura məktəbindən sonra, Aşura günündən sonra müsəlmanların başına oyun getirildiyi tarixdə var. Kəbə evinə qədər bu məlun yandırıb, Kəbə evinə qədər. Yəni belə bir zalim və dindən xəbərsiz bir insan idi. Belə bir hakimiyyətin, zalim hakimiyyətə qarşı bu ictimai-siyasi hərəkəti başlatdıqda təhlükə olmaya bilərmi? Məgər belə bir şey mümkündür ki, təhlükə olmasın, yəni belə bir Bəni Üməyyə qarşı. Əlbəttə ki, İmam Hüseyn əleyhissalamın vəzifəsi təhlükəli idi və təhlükə var idi. Və onlar ki, deyirdilər ki, İmam Hüseyn əleyhissalama getməyin, onlar vəzifəni başa düşmürdülər. Amma bu məsələni də qeyd edim və çıxışımızı bitirək. Amma Həzrəti Zeynəb salamullahi əleyha İmam Hüseyn əleyhissalamı Kərbəlada tək qoymadı. O karvan ki Məkkədən xaric oldu, üzü Küfə tərəf. Həzrəti Zeynəb öz dövrünün alimlərindən, dinşünaslarından daha bəsirətli idi və vəzifəsini bilən idi. Niyə görə? Abdullah ibn Cəfər, Məhəmməd ibn Hənəfiyyə, Abdullah ibn Abbas və bunlar kimi şəxslər o dövrdə alim idilər və ağlı insan idilər. Başa düşmürdülər, anlamırdılar ki, əgər vəzifəni icra etmək təhlükəli olsa belə, yenə də onu icra etmədilər. Amma Həzrəti Zeynəb salamullahi əleyha bütün təhlükələrə baxmayaraq öz vəzifəsini icra etdi. İmam Hüseyn əleyhissalamı Kərbəlada tək qoymadı. Və buna görədir ki, Həzrəti Zeynəb salamullahi əleyhanın məqamı ucadır. Peyğəmbərin nəvəsi və yaxud da ki, imamın övladı olmağa görə məqam yüksək olsaydı, digər bizim imamların övladları var, onların nəvələri var idi ki, Həzrəti Zeynəb qədər, yəni qeyd edək ki, məqamı uca olan, əlbəttə ki, qeyri-məsumlardan söhbət gedir, yoxdur. Yəni, Həzrəti Zeynəbin məqamının uca olmasının ondan ibarət edir ki, Həzrəti Zeynəb salamullahi əleyha öz vəzifəsini bildi və öz vəzifəsini tərk etmədi və sona qədər icra etdi. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.